bayaq dediniz ki, İranın içindeki dəyişiklikləri Güney Azərbaycan türklərini nəzərə almadan mümkün deyil. Yəni onların fikri də mütləq nəzərə almalıdır. Mənə elə gəlir ki, müşahidələrimə görə Amerikanın məhz Pəhləviləri sizin dediyiniz kimi, İsrail baskı yapır, düzdür, amma Pəhləviləri yetərincə bu dəqiqə dəstəkləməməsinin ən böyük səbəbi də budur. Güney Azərbaycan türklərinin Pəhləvilərə qarşı münasibəti bəllidir və son xüsusən Torontoda olan bu mitinqlərdə, Pəhləvi dəstəkçilərin mitinqində ki, onlar Güney Azərbaycanlılara orada fiziki və sözlü təzyiq göstərdilər. Pəhləviçilərin də bizə hələ də münasibətinin eyni amansız olduğunu gördü biraz da Qərb. Və buna görə də biraz da durdurdu dəstək məsələsini. Yəni bu dəqiqə qərar verə bilmir əslində İranla bağlı hansı dəyişikliyi dəstəkləməlidir. Ona görə biraz da məncə ləngiyir bu proses. Siz nə düşünürsünüz? Bu qədər ildən sonra Pəhləvilərin Avropada, Amerikada və Kanadadakı göstərilərdə Pəhləviçilərin Azərbaycan türklərinə qarşı bu qədər amansız münasibəti. Yəni nədir? Demokratiya içində yaşayan Pəhləviçilər belə bizdən nifrət eləyirlər. Nədir bunun altyapısının səbəbi? Birincisi, Pəhləvilərdən demokrat olmaz Aynur xanım. Pəhləvilərin demokratiyasını biz 1925-ci, 1925-dən 1979-cu ilə qədər gördük onların demokratiyası. Onların demokratiyası, mən Fars xalqına aid bir söz demək istəməzdim, ancaq Fars və İran kimliyi adı altındakı demokratiya yəni heç bir aldı özünü doğrultmadı. Hətta mən deyərdim ki, Türkün xaqanlıq məsələsi, monarxik demokratiyası bunların hətta müəyyən mənadakı bu xalq demokratiyasından milyon dəfə demokratikdir. Çünki biz demokratiya deyilən bir anlayış xalqın təbiətində olmalıdır, xalqın ruhunda olmalıdır, xalqın mənəviyyatında olmalıdır ki, biz bilirik ki, Türk xalqlarının mənəviyyatında indi biz demokratiya deyirik. Ancaq söhbət ədalətdən gedir, söhbət insaniyyətdən gedir. Cinsinə, irqinə görə heç bir ayrı seçkilik etməməkdən gedir. Biz tarixi Türk dövlətlərinə baxdıqda görürük ki, bizdə aşağı-yuxarı çox nadir hallarda hansısa bir problemlər ola bilər. İndi nə demək istəyir? Bu Pəhləvilər əgər hakimiyyətə gəlmək istəyirlərsə, gələ bilərlər. Ancaq onlar ancaq Farsistanda gələ bilərlər. Onların ancaq Farsların yaşadığı bir sözlə, onlar geçsinlər, müəyyən anlamda deyirəm, geçsinlər o Midya dönəmində ki, gəlib Parsuyaya sığınmışdılar, milatdan öncə 9-8-ci əsrlərdə və orada ilk çarlıqlarını da orada yaratmışlar, Parsuyada. Parsuya bilirsiniz ki, bu İsfahan ve Şiraz'ın biraz orada, düz orada Türkler de yaşıyor. Aslında İsfahan bir de Türk paytaxtı olmuşlar. Ancak yani o təxminən mən deyirəm, Xorasanın aşağı hissəsi, bir de Şiraz ve İsfahanın müəyyən bir qismində, müəyyən bir qismində, yəni bizim bildiğimiz Fars əyaləti. Bilirsiniz ki, Qacarlarda 4 əyalət var idi. Fars əyaləti idi bilirsiniz, Azərbaycan, Kirman və Xorasan əyaləti idi. Ondan geçsin Pəhləvilər, yəni İsrail bunu istəyir, kim istəyir istəsin. Pəhləvilərin hakimiyyəti ancaq Fars əyalətində ola bilər. Artıq Xorasanda, Qaşqayda, Azərbaycanda, yəni digər Türkmən səhrada artıq Pəhləvi rejimi qurula bilmir. Amma mən sizə deyim, istisna deyil ki, Fars əyalətində onların bəli, monarxiyasını geçsinlər, bərpa etsinlər. Bir sözlə, o zaman biz də təbii ki, Azərbaycan xalq qrupudur, biz də öz milli istiqlalımızı, necə deyərlər, öz Xorasanımızda, Qaşqayda və Azərbaycanımızda və digər bölgələrdə edəcəyik. İndi Pəhləvləri bizə qarşı qoymaq, yəni müəyyən mənada Pəhləvilər, mən yenə də deyirəm, əgər hansısa sülalənin bərpasından gedirsə, o zaman Qacarlar sülaləsi, Səfəvilər sülaləsi, Əfşarlar sülaləsi də öz yerində qalır. Yox, söhbət sülalələrdən kənarda yeni bir, deyək ki, artıq ya bir rejimə keçməkdən, ya da dediyimiz kimi müstəqil dövlət ifadə etməkdən gedirsə, hər kəsin yeri bəlli olacaqdır. Bizim iki seçimimiz var. Əslində biz seçimimizi etmişik. 100 illik Fars, Pəhləvi və Fars Molla rejimi bizə seçimi nədən yan etmişdi mənim düşüncəmə görə? Bəzi tərəddüdlərə baxmayaraq artıq Azərbaycanlılar, Azərbaycan türkləri, Güney Azərbaycan türkləri, Türkmən səyramız müstəqil öz dövlətini bərpa etməlidir, yenidən bərpa etməlidir. Bizdə çox az şans bıraxıblar. Çox az şans bıraxıblar və son hadisələr də göstərir ki, biz doğru yoldayız. Biz yeni bir rejimdə artıq
Aynur xanım, mən bunu bir mənalı şəkildə biz yeni rejimdə konkret əməllə ortaya çıxmalıyıq. Artıq hansısa necə deyərlər vədlərlə yox. Necə ki bizim vədləri 79-da gördük, 25-də gördük. Artıq nə 1925-ci ilin Pəhləvlərinin vədlərinə inanırıq, nə də 1979-cu ilin Xomeyninin vədlərinə inanırıq. İndi vədlər bizim vədlərdir. Bu dəfə şərtləri biz realize edəcəyik. Əgər bu şərtlər altında farslar bizlə yaşamaq istəyirsə, yaşayacaqlar. Yaşamaq istəmirlərsə, o zaman biz öz müstəqil dövlətimizi Təbrizimizdə, Tehranımızda, Həmədanda, Qəzvində bərpa edəcəyik. Hətta Xorasanımızda, hətta Türkmen səhramızda inşallah bu yeni dövlətin tərkib hissəsi olacaqdır. Qaşqaylarımız da o cümlədən.